Tərəflər buyurur ki, insan bir feili, bir hərəkəti edəndə o etdiyi şey onun balaca olsa da belə, onun üçün iki kağız parçası açılar. Nə üçün bunu etdin və bunu necə etdin? Ya nə üçün, nə səbəbi bunu eləmisən? Səbəb nə idi bu feili etməkdə, bu hərəkəti icra etməyində? Və yaxud da bu əməli yerinə yetirməkdə, yəni sənin məqsədin, sənin qayən Allah üçün idimi, yoxsa ki, insanların tərifini güdmək üçün, yoxsa ki, yəni insanların qınağından qaçmaq üçün, yoxsa ki, insanların sevgisini qazanmaq üçün idimi sənin bu etdiyin hərəkət? Əgər bu etdiyin hərəkət Allah üçündürsə, Allahın razılığı üçündürsə, Allaha yaxınlaşmaq üçündürsə, inşallah ki, bu əməl səndən qəbul olunacaq. Amma insan qorxmalıdır ki, əgər bir əməli insanlar onu tərifləsinlər deyən insanların qınağından qaçmaq üçün edirsə, o əməl ondan qəbul olmaya bilər. Ona görə insan bu məsələdə özünü sorğu-suala çəkməlidir. Və həmçində ikinci səndən soruşulacaq, necə eləmisən? Yəni bu etdiyin əməl Peyğəmbər sallallahu əleyhi və səlləm gətirdiyinə uyğun bir əməl idimi? Ya Peyğəmbər sallallahu əleyhi və səlləm bunu sənə buyurmuşdumu, yoxsa ki, yox? Deməli, buradan belə bir nəticə gəlir ki, insanın əməlinin qəbul olması üçün həm ixlaslı olmağı lazımdır və həmçində Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabe olmalıdır. Həmçində, əziz müsəlmanlar, sağlamat qəlbin əlamətlərindən o qəlb, yəni dünyadan uzaq olan bir qəlbdir və o qəlb bilir ki, bu dünya fanidir, bu dünya nə vaxtsa bitəcək, tükənəcək və baqi deyil, əbədi olan bir diyar deyil. Necə ki, Əli radiyallahu anh buyurur ki, yəni dünya artıq getdi, arxasını çevirib getdi, lakin axirət isə öndədir, gəlir və hər iki dünyanın da övladları var. Siz deyir, axirətin övladlarından olun, dünyanın övladlarından olmayın. Çünki bugün əməl var, hesab yoxdur, lakin sabah hesab olacaq, əməl olmayacaq. Onun insan çalışmalıdır ki, dünyanın gözünün qabağına gətirsin və bilsin ki, bu dünya əməl diyarıdır və ona görə də əməllərini Allah üçün işləməlidir və özünü hesaba çəkməlidir.